Wow, sadəcə olaraq wow. Bu məkana gedib də biganə qalmağınız qeyri-mümkündür. Mən bura kruasan cənnəti deyərdim. Fransanın özü belə məncə bu kruasanlara şoka düşər. Bura Pan di Vitadır. Vitrində bir-birindən gözəl görünən, iştah açıcı o qədər kruasan var idi ki, hər birini demək olar ki, sifariş etdik. Gəlin açıq danışaq. Bəzən məhsullar gözəl görünür, amma dadına baxırsan ki, nəsə o deyil. Burada isə dadı özündən belə möhtəşəmdir. İstifadə olunan yağ o qədər dadlı idi ki, maraqlandım. Sən demə prezident yağından istifadə edilir. İnanın, hər bir kruasanın dadına bir-bir baxdım. Yedikdən sonra mədəmdə kiçik narahatlıq belə olmadı. Bu da keyfiyyətin göstəricisidir. Ağlınıza gələn ən dadlı, ləzzətli içliklərlə kruasanlar burada var. Əsl reseptlə hazırlanır. Yəni kruasan dadmaq istəyirsinizsə, buranı mütləq sınayın. Ən bəyəndiyim hansıdır, onu mütləq vurğulamaq istəyirdim, amma təəssüf ki, edə bilməyəcəm, çünki hər biri inanılmaz dadlı idi. Bütün bu məhsullar elə məkandaca hər gün təp-təzə hazırlanır. Vitrində həmçinin digər desertlər çox gözəl görsənirdilər və sendviçlər də var, hansı ki, növbəti gedişimdə mütləq onları da sınayacağam. Məkan Ağşəhərdə yerləşir, çox estetikdir. Qeyd edim ki, digər filialları da Azadlıq Rezidence'də yerləşir. Aşağıda səhifələrini mütləq qeyd edəcəm.